hər zaman olduğu kimi öz xidməti ilə seçilən bir əsgəri yaxşı xidmət etdiyinə görə komandiri tərəfindən ona verilən əlavə məzuniyyətinə evə çatdırmaq missiyası bizim üzərimizə düşdü. Deməli, əsgərimizin dediyinə görə, əsgərimizin böyüdüyü, boya-başa çatdığı yer buradır və burada onun Tükəzban nənəsi qalır. Aha, məhəlləyə daxil oluruq. Qapı açıqdır, hələ heç kim yoxdur. Kürdəmirin Sorsor kəndindəyik və deyilənə görə burada Tükəzban nənə qalır. Ay, salam Mələkçi. Gəlmək olar. Tükəzban nənə evdə. Kürdəmirdəyik, gördüyünüz kimi yaşıllıq. Zaboru səhv açmış. Aha. Necəsiz? Bura Kürdəmirin nə kəndi gedir? Hə, necəsiz? Hoş geldin. Qurbanınız qoyun olsun. Mən həmişə izləyirəm. Doğrudan hansı verilişimi? Komandonu. Mən elə bildim başqa veriliş. Aşobuslar heç də, obuslar həmişə izləyirəm. Biz niyə bura gəldik bilirsən? Eşitdiyimə görə, bəlkə də nəvəmə görə gəlmişik. Axtara-axtara gəldik. Dedilər Tükəzban nənənin iki oğlu hərbçidir, nəvələri əsgərlikdədir. Ən çox hansını çox istəyirsiniz? Mənə hamısı verdi. Hamısı eynidir. Nəvələri nənə daha çox istəyir. Nəvələr əlbəttə ki, hə. Hansı nəvəni ən çox darıxmısan? Ən çox darıxmışam əldən ötürü. Allah sizə qurban olaram. Biz sizə qurban. Sizə qurban. Gör necə üst-üstə düşdü. Hə, nə olar ki? Əli bilirsiniz də birinci yer tutub. Maşallah, maşallah. Buyur qarşıla nəvəni. Ay Allah. Ay Allah, balama qurban. Biz əslində Bakıya aparırdıq əsgərimizi. Əsgər yolda dedi ki, məhz Kürdəmirdən keçiriksə, mən nənəmi yanında böyümüşəm və nənəmi də çox istəyirəm. Biz də dedik ki, qoy elə nənəsinə sürpriz eləyək. Allah sizi həmişə xeyirli sürprizlərlə dolu eləsin. Bax, ürəyiniz həmişə, bax, Azərbaycana baxıb dağ kimi olsun. Bax, qələbə, ömür boyu qələbə çiyinlərinizdə olsun, qələbə başınızda olsun, qələbə sizin ürəyinizdə olsun.